21-ci fəsil. Həyat uğrunda mübarizə. Aysunla barışsalar da, Elturan qızda əvvəllər heç vaxt hiss etmədiyi soyuqluğu görməyə bilməzdi. Nişanlısı onun yanına əvvəlki vaxtlar kimi tez-tez gəlmirdi. Elə telefonda da az yazışırdılar və bu yazışma "Salam, necəsən? Yaxşıyam, sən necəsən?" kimi şablon cümlələrdən o tərəfə gedə bilmirdi. Son vaxtlar işdə çox yorulduğunu bəhanə etsə də, Elturana görə əsl səbəb bu deyildi. Qız ondan açıq-aşkar soyuyurdu. Günah Aysunda idimi? Yox, əsla yox. Aysun öz sevgisinə sadiq olan vəfalı bir qız idi. Həm də çoxlarından daha vəfalı, sədaqətli. Neçə aylardır əli nişanlısının nazı ilə oynayırdı. Onun üçün etmədiyi fədakarlıq qalmamışdı. Gənc, zərif bir qız öz zərif çiyinlərində bu boyda ağır yük daşıyırdı. Onun yerində başqa biri olsaydı, Elturanı müharibədən gəldiyi ilk gündə atıb gedərdi. Axı o da insan idi, gənc qız idi. Yaşamaq, həyatın bütün sevinclərini dadmaq, sevib sevilmək istəyirdi. Hə, günah Aysunda deyil, Elturanın özündə idi. Qızı yerli yersiz acılayır, qəlbini qırırdı. Düşünmürdü ki, müharibənin bir ayaqla pozulmuş əsəb sistemi və yaralı beyinlə qayıtması nişanlısına ağır zərbə vuraraq qəlbini parçalayıb və bu yandan da anası, bacısı, digər yaxınları üstünə düşüb onu Elturandan ayırmağa çalışırlar. Anlamırdı ki, bu durumda onun ehtiyacı olduğu qədər Aysunun da qayğıya, nəvazişə ehtiyacı var. Bir yandan baxanda günah heç Elturanda da değildi. Çünki amansız müharibə səbəb olmuşdu bütün bunlara. Amma yox, bu müharibə labüd idi, olmalıydı. Olmalıydı ki, Elturan və onun kimi qeyrətli oğullarının tapdalanmış, əzilmiş qüruru geri qayıtsın. Günahı heç kimsədə deyil, millətin qanına susamış düşmənlərdə görmək lazım idi. O düşmənlərdə ki, 30 il əvvəl yaxşılıqdan, xeyirxahlıqdan, qayğıdan başqa bir şey görmədikləri Azərbaycan türklərini amansızlıqla öldürərək yurdlarını işğal etmişdilər. Bəli, iki günahsız gəncin, Aysunla Elturanın saf sevgisinə zəhər qatan da xəbis xislətli həmin məlum düşmənləri idi. Və müharibənin çoxdan bitməsinə baxmayaraq, düşmən öz namərd xislətində qalmaqda davam edirdi. İşğal etdikləri torpaqlara düzdükləri minlərlə minaların düzülüş xəritəsini Azərbaycan tərəfə vermək istəmirdilər. Bu artıq həqiqətən namərdliyin son həddi idi. Kəlbəcərdə öz vəzifələrini yerinə yetirən iki gənc qeyrətli media əməkdaşı Məhərrəm İbrahimov və Sirac Abışov minaya düşərək həlak olmuşdular. Həm də müharibənin bitməsindən 7 aya yaxın bir müddət keçəndən sonra. Aysunla barışmalarına rəğmən aralarındakı soyuluğun davam etdiyi həmin günlərin birində Məryəm ona baş çəkmək üçün evlərinə gəldi. Elturan evdə tək idi. Oturub 1 saatdan çox söhbət etdilər. Qız nədənsə fikirli görünürdü. Elturan səbəbini soruşanda şirkətdəki işini buraxdığını dedi və qısaca belə izah etdi ki, qüruruna toxunulan bir yerdə işləyə bilməzdi. Mahirin əmanəti sayılan bu qızın dərdi də Elturana əyri bir yük olmuşdu. Tək, arxasız, köməksiz qız uşağı Bakıda necə baş saxlayacaqdı? Mahirsiz ömrü necə keçəcəkdi? Bəs indi nə olacaq, deyə kədərlə soruşdu. Hər gün tədris kursları ilə maraqlanıb iş axtarıram. Daha başqa iş axtarmayacağam. Çünki müəllimlikdən savayı heç bir iş ürəyimə yatmır. Məryəm Mahirin nişan üzüyünü hələ də barmağından çıxartmamışdı. Elturan buna irad bildirməyi nədənsə özünə borc bildi. Dedi ki, sədaqətli qızsan, Mahir qardaşımı unutmursan. Buna görə çox sağ ol. Var ol, amma qardaşım artıq həyatda yoxdur. Sən isə çox gəncsən. Bu həyat sənə bir dəfə verilir. Taleyinə qismət olan birini sevib ailə qura bilərsən. Sənin buna haqqın var və xoşbəxt olmağın Mahir qardaşımın da ruhunu şad edər. Çünki o sənin xoşbəxtliyini həmişə özündən artıq düşünürdü. Qız onun kəkələyərək çətinliklə çatdırdığı uzun nəsihətini səbirlə dinlədi və yalnız o yorulub dayanandan sonra dilləndi. Mən uşaqlığımdan elə ağır psixi travmalar almışam ki, bütün ömrüm boyu kiminsə sevə biləcəyimi ağlımdan belə keçirmirdim. Amma iş elə gətirdi ki, Allah Mahiri qarşıma çıxardı. Onu ürəkdən sevdim.
Qəlbimdə, vücudumda nə sevgi ehtiyacım varsa hamısını ona verdim. Mahirdən sonra heç kimsəni sevib könül verə bilmərəm. Sevgisiz ailə qurmağın nəticəsini isə ata-anamda görmüşəm. Bundan heç danışmağa dəyməz. Çünki arada sevgi olmadan bir evin içində yaşamaq mənim nəzərimdə cəhənnəm əzabından başqa bir şey deyil. Mən bu üzüyü heç vaxt barmağımdan çıxarmayacağam. Heç kəslə də ailə qurmayacağam. Amma yaşayacağam. Mahir üçün, onun əmanət qoyub getdiyi ailəsi üçün yaşayacağam. Bilirsən ki, ən böyük arzum müəllim işləmək olub həmişə. Mübarizə aparıb bu arzuma çatacağam. Həyatımı sevdiyim peşəmə, bir də Mahirimin əziz xatirəsinə həsr edəcəm. Elturanın gözləri dolmuşdu. Sağ ol bacım, sözlərini çətinliklə deyə bildi. Məryəm köksünü ötürərək söhbətinə davam etdi. Bəzilərini heç anlaya bilmirəm. Bir rəfiqəmin əri şəhid olub, uşaqları var. Hər gün WhatsAppda və Instagramda dərdli paylaşımlar qoyurdu. Deyirdim, bu dərd öldürəcək onu. Hələ eli çıxmamışdı. Evlərinə getmişdim. Heç nə olmamış kimi deyib gülürdü. Dövlət buna ev vermişdi, pul vermişdi. Evi qaça-qaça gedib götürdü. Həmin pula da bir başqa ev satın aldı. Alsın, dövlət bunu uşaqlarına görə verir, alsın. Daha belə toy bayrama yox da. Mənə planlarından danışırdı. Deyirdi, 3 il gözləyib sonra ələ gedəcəm. Nə bilim, daha nələr. Əri heç yadına da düşmür. Ancaq harasa müsahibə verəndə elə ağlayıb özünü dərdi göstərir ki, məhtəl qalıram. Çox pis. Elturan başını buladı. Sonra Məryəm kədərlə dedi ki, Mahir ondan nə səbəbəsə incikdir. Şəhid olandan sonra bir dəfə də yuxusuna gəlməyib. Dedi ki, onun üçün çox darıxır. Heç olmasa ruhu bircə dəfə ona qonaq gəlsə, söhbət etsələr, ürəyi sakitləşər. Mahir səni unutmayıb. Elturan qıza təskinlik verdi. Mütləq gələr. Söz Aysunla onun son vaxtlardakı soyuq münasibətindən düşəndə, bacısı hesab etdiyi qızdan heç nə gizlətmədi. Dərdini açıb danışdı. Məryəm onu axıra kimi dinləyib şəfqətlə dedi. O səni sevir. Fiziki və ruhu qüsurlarının müharibə ilə bağlı olduğunu da yaxşı anlayır. Kobud münasibətindən keçici olaraq inciyə, küsə bilər, amma səni heç vaxt atmaz. Mən nə edim ki, münasibətimiz əvvəlki halına qayıtsın? Elturan özündən böyük birindən məsləhət istəyirmiş kimi acizliklə soruşdu. Məryəm gülümsədiyi üçün yanaqlarında eynən Mahirdə olduğu kimi qəmzələri göründü. Sən çox güclü birisən, müharibə qəhrəmanısan. Gələcək həyatın üçün, Aysun üçün mübarizə apar. Sağlamlığına fikir ver. Səlahiyyətli şəxslərdən haqqını tələb et. Baxmasalar dövlət başçısına şikayət yaz. Qoy sənə protez versinlər. Beyin problemini müalicə etsinlər. Onda Aysunla münasibətiniz yoluna düşəcək. Məni yenə əvvəlki kimi sevə bilər? Əlbəttə, onun sənə olan sevgisi həqiqi sevgidir. Həqiqi sevgi isə belə asanlıqla unudulmur. Mənə inan, hər şey yoluna düşəcək. Sən Aysunsuz yaşaya bilmədiyin kimi o da sənsiz yaşaya bilməz. O gün Məryəm çıxıb gedəndən sonra özünə qəti söz verdi ki, bütün gücü ilə mübarizə aparıb sevdiyi qıza layiq olmağa çalışacaq. Onu yenidən qazanacaq. Artıq o söhbətin üstündən bir ay keçmişdi. Elturan hər gün yataqda bacardığı qədər idman edir, yeməyini vaxtında yeyir, hamamda anasının və qardaşının ona yardım etməsini özü xahiş edərək təmiz yuyunurdu. Dövlət başçısına ünvanladığı ərizədən sonra ona xaricdən gətirilmiş keyfiyyətli protez vermişdilər. Bu protezi ayağına bağlayandan sonra qoltuq ağaclarını atıb Rəşadın hədiyyə etdiyi dirsəkli əsaya keçmişdi. Evin içində gəzərək protezi alışırdı. Pensiyasını əvvəlki aylarda daxil olmaqla vermişdilər. Bu, Elturanda öz gələcəyinə ümid doğurmuşdu. İş axtarmağı isə yenə davam edirdi. Nəhayət bir şirkət onun peşəsinə uyğun işlə təmin edəcəyinə söz verdi. Pensiyası ilə özünə mülki kostyum almış, hərbi geyimini çıxarıb kənara qoymuşdu. Hərdən çıxıb yaxın küçələrin səkilərində addımlayırdı. Əsaya tamamilə alışmaq üzrə idi. Psixiatrla onlayn seanslara qatılmışdı. İnanırdı ki, tezliklə dil qüsuru da aradan qalxacaq. Bu uğurların qazanmasında Aysuna olan sevgisi böyük rol oynamışdı. Qızla yenə az danışır, az görüşürdülər.
Ancaq bu Eltranı narahat etmirdi. Özü belə istəyirdi ki, nişanlısına sürpriz edib qarşısına yeni bir Eltran kimi çıxsın. Pozulmuş əsəb sistemini müalicə etdirəndən sonra ona iş verməyə razılaşmış şirkətdə isə işə başlayandan sonra toyları barədə danışacaqdı. Söz vermişdi ki, nişanlısını kimsəyə aşırı qısqanmayacaq, kobud danışıb qəlbini qırmayacaq. Onunla telefonda az-az yazışmasının bir səbəbi də bu idi. Sağalana kimi ağzına nəsə kobud bir söz qaçırıb işləri yenidən korlamaq istəmirdi. Onda gedən müsbət dəyişiklikləri Aysun da hiss etmişdi. Son günlər onunla daha tez-tez ünsiyyət qurmağa çalışır, ona ruhlandırıcı sözlər deyirdi. Amma hər halda yenə də əvvəlki Aysun deyildi. Gülüşü azalmışdı. Qəhqəhləri hasarı aşaraq Elturangilin həyətinə gəlib çatmırdı. Bir gün axşamüstü kostyumunu geyinib əsasını alaraq evdən çıxdı. Aysunu görmək üçün qonşu həyətə gedəcəkdi. Küçəyə çıxanda Rəşadı ağ rəngli bir Mercedes avtomobilinin yanında gördü. Şüşələrini dəsmalla silib təmizləyirdi. Yaxınlaşıb salam verdi. "Sənindir?" deyə soruşdu. Rəşadın sevinci aydın hiss olunurdu. Gülə-gülə, "Yox, sənindir" dedi. "Təzə almışam. Bundan sonra elə hesab elə ki, maşının üstəlik də sürücüm var. Ürəyin hara istəsə aparacam səni." Eltran dostu üçün sevindi. "Mübarəkdir. Çox sağ ol qardaş. Maşınsız çətin idi mənim üçün. Nə vaxtdır ki, pul yığırdım ki, alım. Sağlığına qismət." Eltran bunu dedi və birdən müharibənin ilk günü hərbi çadırda yatarkən gördüyü yuxusunu xatırladı. Aysunla toyları girmişdi yuxusuna. Şallıq sarayından çıxanda Rəşad həmin bu ağ Mercedesin yanında gördülər. Dedi ki, "Təzə almışam. Sizi evə mən aparacam." Sonra Türkan gəldi, onunla söhbət etdi. Bundan inciyən Aysun gəlin maşına minmək əvəzinə Fəridin Nissanına oturub getdi. Sonra nə oldu? Rəşad dedi ki, "Gəl səni mən aparım." Eltran ağ Mercedesə mindi və getdilər. Hara getdiklərini bilmədi. Müharibə başladığı üçün komandir onları oyatdı. Qəribədir. O vaxt Rəşadın avtomobili Hyundai olduğu halda yuxusunda onun ağ Mercedesini görmüşdü. İndi isə budur. Yuxusu üçün olurdu. İçini qəribə xoşa gəlməz bir hiss bürüdü. Həyətə girməyib öz evlərinə qayıtdı. Paltarını dəyişərək divanda uzandı. Beyni bədbin fikirlərlə dolmuşdu. İstəsə də onlardan qurtula bilmirdi. Bu yuxu məsələsinin nə demək idi görəsən? Adi bir təsadüf, yoxsa alın yazısının xəbərdarlığı? Alın yazısına o qədər də inanmırdı. Onun əqidəsinə görə insan düşünüb atdığı hər hansı bir addımla gələcəyini özü müəyyənləşdirirdi. Qəfil ağlına gələn fikirdən sarsıldı. İnsanın düşünərək atdığı addımın özü olan yazısının özü alın yazısının hökmü ilə ola bilməzdimi? Bədbin fikirlərdən yaxa qurtarmaq üçün telefonunu əlinə aldı. Bir anlıq başını nə ilə qarışdıracağını düşündü. Sonra adəti üzrə Google uygulamasına girib axtarış yerinə şəhid sözünü yazdı. Bu dəfə ilk qarşısına çıxan şəhid Orxan Cəfərli oldu. Bu oğlanı yaxşı xatırlayırdı. Döyüşlərin birində hər ikisi yaralanmışdı. Bu zaman Orxan gözləri önündə bir erməni əskəri ilə əlbəyaxa döyüşə girdi. Yaralı olmasına baxmayaraq rəqibinə qalib gəldi. Amma hardansa çıxan iki erməni əskəri onu əvvəl dizlərindən, sonra sinəsindən güllələyərək öldürdülər. Oxuduğum məqalədə Orxan barədə başqa məlumat da vardı. Sən demə, onun cəsədi yalnız 73 gün sonra tapıb valideynlərinə verə biliblərmiş. Həmin günü xatırlamağa çalışdı. Bir kəndin düşməndən alınması uğrunda gedən döyüş zamanı tüstüdən 5 addım məsafəni belə görmək çətin idi. Eltran qaçmağa çalışan bir qrup düşmən əskərini təqib edərək əsas döyüş meydanından uzaqlaşmışdı. Yaralananda kolluqlarla dolu xəlvət bir dərədə idi. Orxanı da həmin dərədə gördü. Bu igid gizirin orada şəhid olduğunu bir Eltran bildi, bir də onu xilas edən Mahir. İndi belə məlum olurdu ki, şəhidin nəşi 73 gün o dərədə qalınmış. Məqalənin sonunda oxuduğu cümlələr Eltranın əməllicə sarsıtdı. 73 gün sonra tapılmış meyit azacıq belə olsun çürüməyibmiş. Sanki Orxan tapıldığı gün vurulmuş kimi
Bədənində yalnız güllə yaraları varmış. Bu bir möcüzə idi. Atası Orxanı müharibəyə göndərəndə əhd edilmiş ki, sağ-salamat qayıtsa qurban keçəcək. Onun şəhid olması xəbərini alır, nəşinin tapılmasını günlərlə gözləyir və nəhayət 73 gün sonra tabut həyətinə gəlib çıxanda oğlum evinə qayıdıb gəldi deyərək əhd etdiyi həmin qurbanı kəsir. Elturan oxuduğu məlumatdan kədərləndi. Necə də igid oğullarımızı itirdiyi bu müharibədə deyə ah çəkdi. Elə bu zaman telefonu səsləndi. Ona iş vəd etmiş şirkətdən idi. Sevincək əlaqəni açdı. Amma sevincinin yerindəcə öldürüb dedilər ki, üzr istəyirik. Sizə uyğun işimiz yoxdur. Əl-ayağı əsəbdən titrəməyə başladı. WhatsApp-a girdi ki, əhvalının düzəlməsi üçün nişanlısı ilə yazışsın. Bu zaman gözü Günelin yeni paylaşımına sataşdı. Açıb baxdı. Fotolar Şuşada çəkilmişdi. Atabala, arvadı, 2 oğlu, gəlini və qızı Cıdır düzündə gəzirdilər. Fərid onların yanında idi. Keyfləri yaman kök görünürdü. Hamısı gülürdü. Elturan heç vaxt kiməsə paxıllıq etməmiş, xoş günlər daralmamışdı. Amma indi bu fotolar qəlbini yaman incitdi. Onun və Mahirin ən böyük arzularından biri Şuşanı görmək, Cıdır düzündə gəzmək olmuşdu. Hər ikisi Şuşa yoluna yaxın meşədə minəyə düşdülər. Şuşanı görmədən Mahir şəhid oldu, o isə belə. Atabalanın 2 oğlu və Fərid müharibəyə getməkləri bir yana dursun. Azərbaycan ordusunun qələbəsi üçün əllərini ciblərinə də salmamışdılar. Rəşad heç olmasa öz avtomobilini sataraq müharibə fonduna köçürmüşdü. Amma indi budur. Mahir öz məzarında yatır, Elturan əzab içində yaşayır. Bunlar isə Şuşada gəzib kef çəkirdilər. Sinəsində bir sızıltı baş qaldırmışdı. Sanki kimsə ürəyini tutub sıxırdı. Telefonunu gücü gəldikcə otağın qarşı küncünə tullayıb divana sərildi. Mahir, ay Mahir deyə zarmağa başladı. 22-ci fəsil. Tərəddüdlü fikirlərin fırtınasında. Fariq teatra 3 bilet alıb. Özü, Dila, bir də Nurlan üçün. Ancaq indi onların başqa işləri çıxıb gedə bilmirlər. Fərid dedi ki, gəlin üçümüz gedək. Yəni o, mən və Aysun. Günel bunu güya anasına deyirdi, amma bir gözü divanda oturub kitab oxuyan bacısında idi. Anasından çıxmayan iş. Dərhal razılaşdı. Hə, nə olar? Neçə ilin qonşusudur. Dəvət edirsə, gedin. Tamaşa bu axşam saat 7-də başlayır. Yəni 3 saatdan sonra. Günel yenə bacısına baxıb dilləndi. Aysun kitabdan ayrılıb qızı məzəmmətlə süzdü. Hə də, bircə elə teatr məskikdir. Niyə nə deyirsən? Güya teatra gedənlərin hansısı səndən artıqdır. Günel başını buladı. Mən getmirəm. Gedirsənsə sən get. Bacısı sanki heyrətlənmişdi. Fariqlə ikimiz, Samir eşitsə nə deyər buna? Bir ildən çoxdur görüşdüyü oğlanı deyirdi. Günel onu Fəridin müdürlük etdiyi oteldə nəzarətçi işinə düzəltmişdi. Mənliyi, qüruru olmayan biri idi və Aysun onu özlüyündə pendirbaş adlandırırdı. Bəs Elturan eşitsə nə deyər, dedi. Biz 2 bacı birlikdə getsək, nə Elturan bir söz deyər, nə də Samir. Elturan kinayə ilə başını yellədi. Eşitsə bütün aləmi dağıdar. Əslində teatra getməyi çox sevirdi. Müharibədən əvvəl bir neçə dəfə nişanlısı ilə getmişdilər. Onun fikrincə teatrda hansı tamaşanın oynanılmasından və hətta keyfiyyətindən asılı olmayaraq, zaldakı aura adama xoş təsir edir, cəmiyyətin mədəni təbəqəsi içində olduğu üçün özünə hörməti artırdı. Amma indi bacısına qoşulub Fəridlə birlikdə teatra gedə bilməzdi. Qazi nişanlısını evdə qoyub başqa oğlanla teatra getmək heç yaxşı işə bənzəmirdi. Hələ bu Elturanın qulağına çatsaydı. Yox, bunu təsəvvür etmək belə ağır idi. Aləmi dağıdıb eləməz, Günel inad göstərdi. Belə cavan, gözəl qız, gör nə vaxtdır ona qulluq edirsən, nazını çəkirsən. Bəs sən insan deyilsən. Sənə gəzmək, istirahət etmək haramdır. Restorana getmirik, bara getmirik, teatra gedirik də.
Gedib tamaşanı seyr edib qayıdacağıq. Bir də ki, Elturan hardan biləcək sənin teatra getdiyini? Aysun bacısına məzəmətlə baxdı. Bu qız hələ indidən Samirin başında qoz sındırırdı. Kim bilir, evlənəndən sonra necə olacaqdılar? Əgər belə düşüncə sahibi idisə, lap yəqin adam yerinə qoymayacaqdı pendirbaş ərini. Qızım, anası üzünü Aysun'a tutaraq söhbətə qarışdı. Farik qonşumuzun oğludur, qardaşının dostudur. Həm də vallah pis oğlan deyil. Atanın da, mənim də hörmətimizi saxlayır həmişə. İndi bir təklifdir eləyib, sözünü yerə salıb qəlbini qırmaq yaxşı düşməz. Nədir ki, buradan 5 addımlıq yoldur. Gedib tamaşaya baxıb qayıdacaqsınız. Həm də bu sənin özünə də lazımdır. Fikir çəkməkdən birtəhər olmusan. Gedərsən gözün könlün açılar. Aysun hələ uşaqlığından özünü inandırmışdı ki, əgər anası bir söz deyirsə, deməli düz deyir. Amma indi dedikləri ona biraz qəribə gəlirdi. Doğrudur, Fərid pis oğlan deyildi. Özünə baxan, həmişə şən əhvalda olan, eyni zamanda səmimi biri idi. Aysun'a qarşı da həddən artıq lütfkar davranırdı. Hələ o gün toyda birgə rəqs edərkən göstərdiyi xoş nəzakət, ona çəkingənliklə ürəyini açması. Amma yox, belə düşüncələr nişanlı bir qız olaraq ona heç yaraşmırdı. Arada Elturan vardı, sevdiyi nişanlısı. Sevdiyi? Aysun Elturanı yenə əvvəlki məhəbbətlə sevirdimi? Deyəsən bu barədə heç düşünməmişdi. Ancaq bir şey həqiqət idi ki, son bir ayda əvvəlki kimi sıx görüşmür, telefonda da az-az yazışırdılar. Əvvəl belə deyildi axı. Hələ müharibədən əvvəl hər anlarını bir-biri ilə bölüşürdülər. Hər anlarını, yeyib içdiklərini, görüb eşitdiklərini, bir sözlə hər şeyi. O hər axşam bilirdi ki, Elturan günorta nə yeyib və indi axşam yeməyində nə yeyəcək. Elturan da həmçinin elə. Aysun alt geyimi xaric, aldığı bütün paltarları barədə Elturana dərhal məlumat verirdi. Müharibə sonra da bu davam etdi. Düzdür, nişanlısının müharibədə aldığı ciddi xəsarətlərlə bağlı ürəklərində bir niskil vardı. Amma mehribanlıqları biraz da artmışdı. Arada Elturan onu acılasa da bu tez unudulub gedir, hər şey yenidən yoluna düşürdü. Amma son bir ay ərzində heç də o cür deyilmiş. Aysun bunun fərqinə sanki indi vardı. Onların indiki rəftarı iki sevgilidən daha artıq iki dost rəftarına bənzəyirdi. Elturanın ona əsəbləşib dediyi zəhirmar sözündən sonra bu oğlana olan sevgisi də, doğmalıq hissi də zədələnmişdi. Hələ üst başından duyduğu o xoşa gəlməz qoxu oğlanı ani olaraq necə də gözündən saldı o gün. Amma bütün bunlar Aysun'a əsas vermirdi ki, buradan bura nişanlısını qoyub ondan xəbərsiz yad oğlanla teatra getsin. Ay ana, olmaz axı dedi. Vallahi olmaz. Arada Elturan var. Mən ona nişanlıyam. Özün də bilirsən ki, onun Fəriddən heç xoşu gəlmir. Pah, xoşu gəlmirmiş. Anası əda ilə səsini qaldırdı. Adam bir əvvəl güzgüdə özünə baxar, ondan sonra başqasına irad tutar. Nişanlındır da. Niyə müharibədən gələndən sonra özü səni bircə dəfə teatra, kinoya dəvət etməyib? Anası bu məsələdə haqlı idi. Amma o yenə də getməmək üçün son bir cəhd etdi. Heç atamla Rəşad da yaxşı baxmazlar mənim Fariklə teatra getməyimə. Atan heç nə deməz, Rəşad da qələt eləyir. Deyərəm, mən icazə vermişəm. Bacışqa, nə olar, gəl gedək, sən getməsən mən də gedə bilməyəcəm. Günel boynunu qucaqlayıb üzündən öpərək təkidlə yalvardı. Ay qız, yaxşı görək, gülməyini saxlaya bilməyən Aysun onu özündən güclə kənarlaşdırdı. Dur bala, dur, hazırlaş, ağıllı qız ol, anası nəvazişlə dedi. İki doğmasının belə təkidlə israr etməsi artıq Aysun'u yola gətirmişdi. Düşünürdü ki, anası ilə bacısı onun Fəridlə teatra getməsində pis bir şey görmürlərsə, deməli burada doğrudan da pis heç nə yoxdur. Niyə indidən durmaya nazla dilləndi? Hələ 3 saata yaxın vaxt var tamaşanın başlamasına. Anası ilə Günel bir-birlərinə baxıb gülümsədilər. Hətta deyəsən, bacısı anasına xəlvəti göz də vurdu. Vaxt yetişəndə Günel Fəridlə zəngləşib dedi ki, oğlan onları küçədə gözləyir. Aysun da bacısı kimi geyinib hazır oturmuşdu. Amma Fəridin onları küçədə gözlədiyini eşidəndə təlaşlandı.
Əgər Elturan çox onları bir yerdə görərdisə, amma daha gec idi. Bundan sonra getmə deyib ailəmi qatmağına dəyməzdi. Özünü inandırmağa çalışdı ki, bu işdə nişanlısına qarşı xəyanət filan yoxdur. Sadəcə günlük həyatını yaşayır. Hər gün Elturana demədən işə gedib gəldiyi kimi, yemək yediyi, televizora baxdığı kimi, indi də bacısı və qonşu oğlanla teatra gedir. Burada nə vardı ki? Teatr binası məhəlləyə çox yaxın olsa da, Fərid onları öz avtomobilində gözləyirdi və bu onun ürəyindən oldu. Oğlanla salamlaşıb, tələsik arxada əyləşdi ki, onu görən olmasın. Teatr salonuna daxil olanda artıq işıqlar söndürülmüş, tamaşaçılar öz yerlərini tutmuşdular. Fərid əlindəki biletlərə baxaraq onlara aid sıranı tapdı və keçib yerlərində əyləşmək üçün bacıları qabağa verdi. Bu zaman Aysun özünü irəli atan bacısının qolundan tutaraq saxlamalı oldu. Çünki Fəridlə yanaşı oturmaq istəmirdi. Günelin narazılığına baxmayaraq özü önə keçib sıraların arası ilə irəlilədi. Onlara məxsus 3 boş yerdən ikisini ötürərək üçüncüdə əyləşdi və beləliklə bacısı onunla Fəridin arasına düşdü. Tamaşanın birinci hissəsində hərdən Günelin ağzını Fəridin qulağına yaxınlaşdıraraq nəsə pıçıldaması nəzərə alınmazsa heç nə danışmadılar. Aysun əvvəl yalnız Elturan barədə, nişanlısından xəbərsiz teatra gəlməsini nə dərəcə doğru olması barədə düşünürdü. Sonra tamaşa onu özünə cəlb etdi və hər şeyi unudub, aktyorların səhnədəki çıxışlarını izləməyə başladı. Fasilə zamanı Fərid birlikdə bufetə gedib nəsə aldırmağı təklif etsə də, Aysun, siz gedin, mən burada oturacam, dedi. Yaxşı, oğlan onunla razılaşdı. Onda sənin üçün də bir şey alıb gətirərik. Onlar salondan çıxandan sonra Aysun yenə fikirlərə qərq oldu. Amma bu dəfə Fərid barədə düşünürdü. Onun fikrincə bu oğlan milli hisslərdən uzaq, mentalitet filan özünə dərd etməyən, hətta öz şefi Atabala kimi ruspərəst biri olmasına baxmayaraq pis insan deyildi. Qadınla mədəni rəftar etməyi bacarırdı. Xoşqılıq, dilli dilavər, əli açıq, eyni zamanda sadə idi. Hərdən bir özündən razı danışsa da, onu sadə hesab etmək olardı. Atabala kimi nəhəng, nüfuzlu bir şəxsin ən yaxın adamlarından sayılırdı. Yerində bir başqası olsaydı, gözü ayağının altını görməz, ətrafdakılar tapdalayıb keçərdi. Salonun işıqlarının bir qismi söndü. Bu fasilənin bitməsinə və tamaşanın ikinci hissəsinin tezliklə başlamağına işarə idi. Tamaşaçılar 2-1-3-1 salona daxil olub yerlərini tutmağa başladılar. İşıqların ikinci xəbərdarlığından sonra əlində meyvə şirəsi və buterbrod tutmuş Fərid də gəlib çıxdı. Amma o tək idi. Öz yerində oturub əlindəkiləri ona uzatdı. Al, bunları sənin üçün gətirdim. Təşəkkür edirəm, bəs Günel harada qaldı? Aysun şirə ilə buterbrodu ondan alıb sakitcə soruşdu. Bacısı yəqin ki, tualetə getmişdi və indicə gələcəkdi. Amma Fərid tamam başqa söz dedi. Günel evə getdi. Niyə? Aysun təəccübləndi. Nə bilim, dedi tamaşa onun üçün maraqsızdı. Həm də özünü biraz halsız hiss edirdi deyəsən. Hə? Bacısının bu yersiz hərəkəti əsla xoşuna gəlmədi. Qızda tülkülüyə bax, düşündü. İstədi desin ki, ondan gəl biz də qalxıb gedək. Amma elə bu zaman tamaşanın ikinci hissəsi başlandı. Çox xoşladığı aktyor qaçaraq səhnəyə gəldi. Daha heç nə danışmadan tamaşanı seyrə daldılar. Bir neçə dəqiqə sonra Fərid keçib Günelin boş qalmış yerində oturdu və ağzını onun qulağına yaxınlaşdıraraq desən ki, bu teatra ilk gəlişimdir, inanarsan, dedi. Ondan son vaxtlar həmişə olduğu kimi baş gicəlləndirən seksi parfüm qoxusu gəlirdi. Aysun biraz aralanmaq istədi, amma cavab üçün üzünü ona yaxınlaşdırmağa məcbur idi. Hə, sən yəqin Rus teatrına getmisən. Yox, orada da olmamışam. Amma indi görürəm ki, heç də pis şey deyilmiş teatr. Aysun susub üzünü səhnəyə çevirdi. Müharibədən əvvəl Elturanla bura gəlmələrini xatırlamışdı. Necə də gözəl günlər idi o günlər. Necə də xoşbəxt idilər hər ikisi. Xəyal etdi ki, yenə onunladır və sol tərəfində oturan Fərid deyil, Elturandı.
Bir ayağı protezli qazi nişanlısı. Bir neçə dəqiqə belə keçdi. Xoş xəyalına elə qapılmışdı ki, əlini tutan əlin də bir anlıq Elturana məxsus olduğunu zənn etdi. Amma bu Fəridin əli idi. Onun sol əlini nəvazişlə sığallayırdı. Cəld əlini geri çəkdi. Etirazını sözlə də bildirmək istəyirdi. Amma sonra fikrindən vaz keçib diqqətini tamaşaya verməyə çalışdı. Həminki Fərid idi də, ona olan cinsi istəyini indiyə qədər gizlətməmişdi ki. Teatr binasından çıxanda Fərid ona parkda biraz gəzməyi təklif etsə də razılaşmadı. Evə qayıtdılar. Villanın lampaları ilə işıqlanmış küçədə maşından enərkən öz həyətlərinin qapısı ağzında bir qadınla laqqırtı vuran Zara onlara yaman maraqla baxırdı və bu Aysunun heç xoşuna gəlmədi. Əslində tamaşadan və Fəridlə görüşdən narazı qalmamışdı. Neçə vaxtı pozulmuş əhvalı az da olsa düzəlmişdi. Bəlkə də buna görə evə girəndə bacısını danlamadı və qızın ona ünvanlanmış hiyləgər təbəssümünə yalnız başını bulamaqla reaksiya verdi. Amma yatağına girəndən sonra fikirləri qarışmağa başladı. Sanki davranışlarının fərqinə indi varmışdı. Anası ilə Günelin təhriklərinə uyub teatra getməsinə peşman idi. O niyə belə iş tutdu axı? Teatra getmək istəyirdisə Elturana deyib onunla gedə bilməzdimi? Yaxşı tutaq ki, ağlını itirib getdi. Günelin evə qayıtdığını biləndən sonra niyə qaldı orada? Fəridə, Günelə, hətta anasına acığı tuturdu. Elturan bundan xəbər tutarsa, böyük mənəvi zərbə almayacaqmı? Yox, o düzgün hərəkət etməmişdi. Bir qədər kənarda yatan bacısının rahat mışıltısı eşidilirdi. Onun isə fikirləri qarışdığı üçün yuxusu çəkilmişdi. Biraz sonra telefonunda Elturandan mesaj gəldi. Sevgilim yatıb. Sevgilim. Elturan əvvəllər ona belə müraciət etməzdi. Canım deyərdi, həyatım deyərdi. Bəzən də gözəlim. İndi bu söz Aysun'a nədənsə bir qədər bayağı gəldi. Bəlkə də bu anlarda keçirdiyi peşmanlıq və əsəblə bağlı idi bu. Cavabı həvəssiz yazdı. Yox, hələ yatmamışam. Bugün bazar günüdür. Dedim bəlkə mənə baş çəkməyə gələrsən. Amma gəlmədin. İşim var idi. Keçirdiyi təlaş hissindən nə yazacağını bilmədi. Görəsən, nişanlısı Fəridlə teatra getməsindən xəbər tutmuşdumu? O Zara qancığı onların maşından enəndə gördü. Bunu ona çatdıra bilərdimi görəsən? Günün çox hissəsini roman oxumaqla keçirmişdi. Ən azından bunu deyə bilərdi və dərhal yazdı. Bugün demək olar bütün günü roman oxumuşam, ayrıla bilmirdim. Sabah işdən qayıdandan sonra gələrəm. Hansı romanı oxuyurdun? Xəyanət. Mən çoxdan oxumuşam onu, təhsilli romandır. Xəyanət həqiqətən pis şeydir. İstər dost xəyanəti olsun, istər vətən, istərsə səni sevən insana. Hə. Elturan deyəsən onun yazışmaq istəmədiyini hiss etmişdi. Bu onun növbəti mesajından aydın görünürdü. Səni tutmayım, yat. Sabah işdən sonra gələrsən, söhbət edərik. Yaxşı, gecən xeyrə qalsın. Xeyrə qarşı, Aysun, səni sevirəm. Mən də səni. Yenidən narahat fikirlərə qərq oldu. Görəsən Elturan onun teatra getməsinə xəbər tutmuşdumu? Amma əsəbi deyildi. Xəbər tutsaydı belə danışmazdı. Yaxşı, bəs xəyanətdən niyə söhbət saldı? Hə, əlbəttə, ona görə ki, o oxuduğu romanın adını dedi və bu ad xəyanət idi. Bu düşüncələr içində əzab çəkərkən telefonunu səsləndi. Fərid idi, mesaj yazmışdı. Bugünə görə minnətdaram. Mənim üçün çox xoş oldu. Həm də gecənin bu vaxtı. Yəni bu adam anlamırdı ki, o nişanlıdır və nişanlısını sevir. Yox, bu mehriban münasibət davam edə bilməzdi. Buna bir dəfəlik son qoymaq lazım idi. Mesaja cavab vermədən telefonunu söndürüb kənara qoydu və yatmağa çalışdı.
Səhər gün işdə yalnız Elturan barədə düşünürdü. Onunla münasibətləri əvvəlki halına qaytarmaq lazım idi. Artıq nişanlısında müsbət dəyişikliklər vardı. Adamın ürəyini sıxan uzun qoltuq ağaclarını atıb dirsəkli əsaya keçmişdi. Axsasa da protezi çox diqqət cəlb etmirdi. Bir kişi psixiatrın seanslarına qoşulmuşdu. Dilindəki qüsurlu və əsəb sistemi pozğunluğunu arada qaldırmağa səy göstərirdi. Qərara gəldi ki, bundan sonra hər həftəsini Elturanla gəzintiyə çıxsın, kinoya, teatra getsinlər. İşdən qaydanda birbaş qonşu həyətə keçdi. Özünü lap əvvəlkindəki kimi istiqanlı olmağa hazırlamışdı. Beləliklə, hər şey yavaş-yavaş yoluna düşə bilərdi. Həyətdə Zariklə üz-üzə gəldi. Oğlan nəyisə gülürdü. Aysunu görəcək, gülüşünü güclə cilovlayıb salamlaşdı. Məhəlləmizin birinci gözəlinə salamlar olsun. Aysun bu oğlanın sakit, mehriban xasiyyətini və baxımlı görünməsi üçün özünə üst başına xüsusi diqqət ayırmasını bəyənirdi. Əlbəttə, Zarikin pasiv gey olmasından bütün məhəllə sakinləri kimi o da xəbərdar idi. Amma bu bir çoxları kimi onda heç bir ikra hissi doğurmurdu. Düşünürdü ki, necə olmaq və necə yaşamaq onun öz şəxsi məsələsidir. Hətta bir dəfə evlərində Zarikdən söz düşərkən anasının Allah kişini kişi yaradıb, qadını qadın sözlərini etiraz edərək demişdi ki, tam kişilərə, tam qadınları Allah yaratdığı kimi belə qarşılıqları da özü yaradıb və niyə yaratdığını yəqin ki, özü bilir. Bir dəfə Məryəmlə söhbətlərində rəfiqəsinin mən oğlan olsaydım, Mahir kimi oğlan olmaq istəyərdim sözləri qarşısında, mən isə oğlan olsaydım, Zarik kimi olardım deyərək qızı xeyli güldürmüşdü. Salam Zarik, o da oğlanı şən səslə salamladı. Nəyə gülürsən? Atam həmişə təzə şeir yazanda mənə oxuyur axı. Zarik gülə-gülə danışmağa başladı. Mən də heç vaxt dinləmirəm. Fikrim orada burada olur. Axırda da tərifləyirəm ki, əla şeirdir. Bayaq da təzə əsərimi oxuyum, gör necədir dedi, başladı oxumağa. Mənim də Fariklə gedəsi yerim var, fikrim orada qalıb. Axır ki, kişi uzun əsərini oxuyub qutardı. Dedim, super şeirdir. Hətta buna poema da demək olar. Əsəbləşdi. Dedi, ay zırrama, nə şeir, nə poema. Sən mənə qulaq asmırdın demək. Bu oxuduğum məqalə idi. Aysun ucadan qəhqəhə çəkdi. Oyunun olsun, ay Zarik. Başını yuxarı qaldıranda Elturanın açıq pəncərədən onlara baxdığını gördü. Üzündə acıqlı ifadə vardı. O da tutuldu. Söhbəti uzatmaqdan maraqlı görünən Zarikə, yaxşı, sən yolundan qalma deyib pilləkənlə evə qalxdı. Elturan keçib divanda oturmuşdu. Digər ailə üzvlərindən fərqli olaraq onun salamını yalnız başını tərpətməklə aldı. Aysun nişanlısının bu tövrünü nə qədər görməzdən gəlsə də mümkün olmadı. Qanı qaralmağa başlamışdı. Gör bu adam nə günə qalıb ki, məni Zarika qısqanır, düşündü. Mehbarə arvad onun üçün çay süzüb gətirdi. İşlərin necə gedir qızım deyə soruşdu. Yaxşıdır Mehbarə xala. Aysun bir gözü nişanlısında olduğu üçün cavab verdi. Üz-gözünü turşutmuş Elturan protezini nəyə görəsə ayağından çıxarmağa çalışırdı. Nəhayət çıxararaq divara söykədi. Aysun onun protezini ilk dəfə idi ki, ayağından kənarda görürdü. Bu, onun içində xoşagəlməz duyğular oyatdı. Özünü toparlayıb, yalnız nəsə danışmaq xatirinə niyə çıxardın deyə sual verdi. Oğlunun sustuğunu görən Mehbarə arvad özü dilləndi. Deyir, ayağımda çox qalanda yorur, ağrı verir. Hə? Təzadlı fikirlər içində olan Aysun başını tərpətdi. Bu anlarda fikirləşirdi ki, Məryəmin durumu onunkuna nisbətən çox yaxşıdır. Onun nişanlısı şəhid olmuşdu. Məryəm yalnız içində onun dərdini çəkirdi və zaman keçdikcə bu dərd azalmalı, hətta bəlkə unudulmalı idi. Amma o Elturanı hər dəfə bu halında görəndə dərdi təzələnəcək. Dərd üstünə dərd yığılıb ürəyində yara bağlayacaqdı. Evlərinə getmək istəyirdi, amma belə tez getmək də yaxşı alınmazdı. Çarəsiz qaldı. Nə danışdığını belə bilmədən yarım saata yaxın Mehbarə arvadla söhbət etdi və yalnız
Bundan sonra ayağa qalxıb sağollaşaraq çıxa bildi. Keçirdiyi ağır tərəddüdlü fikirlər onu yorub incidir, özünü tənha və köməksiz hiss edirdi. Həmyaşıda olan qız tanışları geyinib keçinib sevgililəri ilə gəzintiyə çıxdıqları, sevilmək həzzi yaşadıqları halda o şikəst, xəstə nişanlısının nazı ilə oynayırdı. Yəni doğrudanmı bu onun taleyinə yazılmışdı? Axı onlar hər dəqiqə əzizlənən, sevgilisinin isti nəvazişlərindən xumarlanan qızlarından nəyə əski idi? O biri gün işdən evə bir qədər tez gəldi. Dərdini dağıtmaq üçün tək başına alış-verişə çıxmaq istəyirdi. Həm də havalar istiləşirdi və belə havalarda geyinməsi üçün təzə paltarlara ehtiyacı vardı. Ticarət mərkəzinə getmək üçün küçəyə çıxanda yenə Fəridə rast gəldi. Sanki bu adam ya hər an onu güdür, ya da fikirlərini oxuyurdu. Günün bu vaxtında hoteldə olmaq əvəzinə küçə qapısının ağzında avtomobilə söykənib durmuşdu. Aysun'u görən kimi şirin bir təbəssümlə salamlaşdı. Salam Aysuncum, necəsən? Teatr əhvalatından sonra bu oğlandan uzaq durmağa söz vermişdi. Amma onun belə işdən gələn müraciətini cavabsız qoya bilmədi. Salam Farik, yaxşıyam, sən necəsən dedi. Mən də şükür pis deyiləm. Bu vaxt hara gedirsən? Özüm üçün biraz alış-veriş etmək istəyirəm. Gəl əyləş, hara desən aparım. Onsuz da bugün boşam. Niyə? Otelin bugün işləmir? Zarafatla dilləndi. Elə indi oteldən gəlmişəm. Daha mənli iş yoxdur orada. Fərid bunu deyib maşının sağdakı arxa qapısını açdı. Buyur, əyləş. Gedəcəyi ticarət mərkəzinə tez çatıb alış-verişə başlamaq istəyirdi. Metro və avtobusla gedərsə vaxt itirəcəkdi. Odur ki, tərəddüd etmədən onun üçün açılmış qapıdan salona daxil olaraq əyləşdi. Hara gedəcəyi? Oğlan sükan arxasına keçib avtomobili hərəkətə gətirərək soruşdu. Aysun geyim əşyalarının münasib qiymətə satıldığı ticarət mərkəzlərindən birinin adını çəkdi. Yolda Fərid yenə öz biznes işçilərindən danışırdı. Atabala oteldən başqa bir neçə şəxsi obyektlərinə də nəzarət etməyi ona tapşırılmış. Belə görünürdü ki, bacısının Nurlanı ərə getməsi karyerasında böyük rol oynamaqda idi. Ticarət mərkəzinin avtoparkında maşından enəndə Fərid onu qoyub getmək istəmədi. Dedi ki, onunla gəzib necə alış-veriş etdiyinə baxacaq. Mən axı tək olmaq istəyirəm. Aysun yüngül narazılıqla dilləndi. Fərid acizanə tonda gülümsədi. Qorxma, sənə mane olmayacağam. Çarəsiz razılaşdı və ticarət mərkəzinin qadın geyimləri şöbələrinə birlikdə gəzməyə başladılar. Özünə qısa qol qara köynək və bir çanta aldı. Çantanı alarkən Fəridin də fikrini soruşdu və oğlan dedi ki, sənin super zövqün var, özünə güvənə bilərsən. Sonra isə gülümsəyərək atmaca atdı. Bircə özünə gələcək həyat yoldaşı seçmək məsələsində zövqün yoxdur. Yaxşı da Farik. Qız inci yalda başını buladı. Alış-verişə gəlməkdə məqsədi bir neçə saatlıq dərdlərini unutmaq idisə, burada Elturan barədə düşünmək istəmirdi. Tanınmış Türkiyə markalarından birinin mağazasının gözü Mixail rəngli şalvar kofta dəstini tutdu. Əlinə götürdü, bədəninə tutub yoxladı. İdman stilində olan nazik geyim o qədər də ürəyinə yatmışdı ki, yanında durub hərəkətlərini izləyən Fəriddən təbəssümünü gizlədə bilmirdi. Onun fikrincə, bu paltar yaz və yay fəsilləri üçün əla seçim idi. Geyinib yoxlamaq məqsədi ilə pərdəli kameralardan birinə girdi. Oradan çıxanda özünü olduqca rahat və yüngül hiss edirdi. Yerində fırlanıb yeni geyimini nümayiş etdirərək ona tamaşa edən Fəriddən fikrini soruşdu. Səncə yaraşdı? Sən nə geysən yaraşar, heyrətindən donub durmuş oğlan cavab verdi. Amma bu paltarda lap gözlərimi qamaşdırdın. Elə bil sənin üçün tikilib. Saçının da rənginə uyğundur. Onda götürürəm bunu. Məncə də götür. Satıcı qadın dəstin qiymətini deyəndə Aysun qeyri-ixtiyari "Oha!" deyə ucadan səsləndi. Qadın onun bir aylıq tibb bacısı maaşından da yuxarı məbləğ demişdi və çantasında onun yarısı qədər belə pul yox idi. Qaşqabağını sallayıb soyunmaq üçün yenidən kameraya tərəf gedəndə Fərid onu saxladı. Çıxarma, qoy əynində qalsın, pulunu mən verəcəm.
Aysun bu paltarı əynindən çıxarmağı əsla istəmirdi. Buna baxmayaraq, sən nə danışırsan deyə qaşlarını qaldırdı. Elə şey olar? Niyə olmur? Lap yaxşı olar. Fərid onun razılığını gözləmədən kassaya doğru getdi. Geri qaydanda Aysun, onda maaşımı alanda borcumu qaytaracağam dedi. Yaxşı, qaytararsan. Oğlan onun yeni geyimini bir daha heyranlıqla süzüb gülümsədi. Alışveriş bitmişdi. Ticarət mərkəzindəki kafelərin birində oturub qəhvə içdilər. Aysun yenə yeni aldığı kofta şalvar dəstini əynindən çıxartmamışdı. Sevincinin həddi-hüdudu yox idi. Bütün dərdlərini unudaraq deyib gülürdü. Bəlkə də buna görə Fərid ticarət mərkəzinin kino zalında birlikdə film seyr etməyi təklif edəndə dərhal razılaşdı. Alaqaranlıq zalın arxadakı oturacaqlarının birində yanaşı oturmuşdular. Fəriddən aldığı qarğıdalı partlamasını yeyə-yeyə məhəbbət mövzusunda çəkilmiş xarici filmi seyr edirdilər. Ekranda filmin baş qəhrəmanı olan oğlanın öz sevgilisinin dodaqlarından öpdüyü kadrlar gedəndə Aysun utanaraq başını aşağı dikdi. Bir neçə saniyə beləcə qalmışdı ki, birdən Fərid onun çənəsindən tutub qaldırdı və dodaqlarına dayayaraq ehtirasla öpməyə başladı. İlk anda sanki nə baş verdiyini anlamadığı üçün sərt təpki verə bilmədi və oğlan bundan cəsarətlənib daha da çılğınlaşdı. Qaynar dodaqlarının hakimiyyətini bütün vücudunda hiss edən Aysun'a elə gəldi ki, daha bir an keçsə huşunu itirəcək. Bütün gücünü toplayaraq Fəridi özündən kənara itələdi. Sən nə edirsən, başın xarab olub, deyə özü də bilmədən bir qədər ucadan səsləndi. Qabaq oturacaqda oturmuş bir neçə seyirci dönüb onlara baxanda, hər ikisi özünü düzəldib gözlərini pərt halda ekrana zillədilər. Bağışla, özüm də bilmədim necə oldu. Fərid birazdan üzrxahlılıqla pıçıldadı. Aysun ağlamsındı. Sən məni nə hesab edirsən axı? Mən səni lap uşaqlığımdan sevirəm. Oğlan üzünü ona çevirərək yenə pıçıltı ilə dilləndi. Fikrim ciddidir. O gədəni nişanını qaytar, evlənək. Xeyr, bu heç vaxt olmayacaq. Axı niyə? O başı xarabla ömrünü çürütməyə niyə bu qədər həvəslisən? Niyə xoşbəxt olmaq istəmirsən? Aysun sustu. Yaşarmış gözlərini ekrana zilləsə də orada heç nə görmürdü. 5 dəqiqəyə kimi beləcə sakit oturdular. Bu dəqiqələrdə heç nə düşünə bilmir, özünü dərindən dərin bir quyunun boşluğunda hiss edirdi. Birdən içindəki üsyankar hissinin hökmü ilə ayağa qalxıb sürətli addımlarla zalı tərk etdi. Ticarət mərkəzinin içindən keçib pilləkənləri enərək həyətə çıxdı və burada gözünə ilk sataşan taksi ilə birbaş məhəlləyə gəldi. Evlərinə girən kimi bacısının "Vay, bu nə qəşəng paltardır" sözlərini qulaq ardına vuraraq yataq otağına keçdi. Əynindəki geyimi çıxarıb şkafa tulladı və özünə söz verdi ki, onu heç vaxt geyinməyəcək. Bir qədər sonra Fəriddən gələn, niyə məni qoyub getdin? Axı dedim ki, istəmədən oldu. Bağışla mesajına əsəbi halda bir də mənə yaxınlaşma. Mənim adımı dilinə gətirmə, əclaf cavabını göndərib telefonunu söndürdü. Bu anlarda özünü dünyanın ən bədbəxt adamı sanırdı. O gecə qarmaqarışıq fikirlərin əlindən qurtula bilmədiyi üçün səhərə kimi oyaq qaldı. Elə hey düşünürdü. Nəhayət saat 2-də telefonu əlinə alıb Elturana mesaj yazdı. Səninlə rahat görüşmək üçün işdən macal tapa bilmirəm. Bu həftə sonu parka gəzməyə çıxaq. Düşünürdü ki, Elturan indi çoxdan yatıb və mesajını bir də sabah görəcək. Amma nişanlısı oyaq imiş. Dərhal cavab gəldi. Niyə yatmamısan? Kitab oxuyurdum, indi yatacam. Hə, əlbəttə çıxaq. Çox sevindim. Gör səninlə nə vaxtdır birlikdə şəhərə çıxmırıq. Onda danışdıq. Şənbə günü günorta çıxaraq gəzməyə. Yaxşı canım. Şənbə günü günortaya yaxın bir də Elturana yazıb şəhərə çıxacaqlarını xatırlatdı və yuyunmaq üçün hamama girdi. Soyunu duşun altına girəndə həmişə bu məqamda olduğu kimi qadınlıq hissləri özünü göstərdi. Əlini kiçik döşlərinə çəkib gözlərini yumdu. 1-2 saat sonra nişanlısı ilə birlikdə necə gəzəcəklərini xəyal etmək istəyirdi. Amma birdən-birə Fərdin kino zalında onu öpməsini xatırladı. Bu həyatında ilk dəfə idi.
başına gəlirdi. Eltran dodaqlarından heç öpməmişdi. Fəridi düşündü. Uşaqlıq illəri eyni həyətdə keçirsələr də ona heç başqa gözə baxmamışdı. Bu oğlan onun üçün yalnız qonşularının ədəbaz oğlu Fariq olmuşdu. İndi isə özündən 5 yaş böyük bu oğlan yavaş-yavaş hiss etdirmədən həyatına daxil olmaqda idi. Bu yandan da anası ilə Günel sanki gizlincə sözləşərək onun həyatına soxmaq üçün əllərindən gələni edirdilər. Fəridin qaranlıq kino zalında onu çılğınlıqla öpməsini bir daha xatırlayanda astadan heyvərə deyə pıçıldadı. Evə çıxıb saçını qurulayanda, darayıb cəlbedici forma verəndən sonra paltar şkafını açıb nə geyinəcəyini fikirləşdi. Gözü şkafın küncünə atdığı Mixail kofta şalvar dəstinə sataşanda onu əlinə götürdü. Bu ona həqiqətən çox yaraşırdı. Qərara gəldi ki, nişanlısı ilə görüşə elə bunu geyinsin. Eltran günü həyətində görüşüb parka piyada getdilər. Səkidə qarşılaşdıqları insanlar ona və yanında axsayaraq yeriyən oğlana maraqla baxırdılar və bu deyəsən nişanlısını narahat etməyə başlamışdı. Əsas da oğlanlar Aysun'a mənalı göz qoyanda halı dəyişirdi. Parkdakı kafelerin birində nahar üçün oturdular. Aysun menyuya göz gəzdən nişanlısının nisbətən ucuz yeməklər axtardığını anlayıb kədərləndi. Aldığı əlillik pensiyasının öz dərmanlarına və ev xərclərinə getdiyindən xəbərdar idi. Yemək zamanı onun üçün nəyəsə əsəbləşəcəyini düşünüb narahatlıq keçirirdi və bu baş verdi. Sonda gənc ofisiantın gətirdiyi hesaba baxan nişanlısı əsəblərini cilovlaya bilmədi. Biz nə yedik ki, bu qədər pul yazmışsınız? Ofisiant onun kəkələnməsinə istehza göstərərək nə yemişsiz onu yazıblar, artıq yazası deyirlər ki, dedi. Eltran hirsləndi. Cəmaatı soyursuz, vicdansızlar. Danışığına fikir ver, vicdansız özünsən. Oğlan sanki Eltranı vuracaqmış kimi sağ əlini havaya qaldırdı. Bu an Aysun yerində dikəlib ona bozardı. Özün danışığına fikir ver, tərbiyəsiz, Qazi ilə danışırsan. Olsun da Qazi, ofisiant ona əsəbi səslə cavab qaytardı. Qazidir deyə gəlib boynumuza minməyəcək ki. Kafe rəhbərlərindən biri səsə gəlib ədəbaz oğlana təpindi. Onlardan üzr istədi. Eltran hesabı ödəyib ayağa qalxdı və birlikdə çölə çıxdılar. Yanaşı addımlamağa başlayanda Aysun, belə şeyləri çalış boş verəsən, dedi. Eltran ona kövrək səslə cavab verdi. Çalışıram, amma olmur. Vallahi olmur. Can, Aysun deməyə başqa söz tapmadı. Qarşıdan gələn 30 yaşlarında bir oğlan hələ uzaqdan gözünü Aysun'a zillənmişdi. Sanki onu baxışları ilə yeyəcəkdi. Eyni zamanda Eltrana qarşı rişxənd ifadə edən bu baxışlar qızda ikrah hissi doğuraraq mədəsini bulandırdı. Çünki oğlanın beynindən keçənləri anlayırdı. Bu şərəfsiz, namussuz, vücudu 10 qəpiyə dəyməyən cındır gədə yəqin fikirləşirdi ki, Eltran şikəst olduğu üçün yanındakı bu gənc və gözəl qız öz sevgilisini asanlıqla atıb onun iyrənc vücuduna sarıla bilər. Deyəsən oğlanın baxışlarındakı mənanı Eltran da oxuya bilmişdi. Bir qədər addımlayandan sonra qəfil dayanıb, gedək evə, dedi. Niyə? Nişanlısı halını anlasa da soruşmalı idi. Onun bu sualı sanki oğlanı biraz da qəzəbləndirmişdi. Gedək dedim, deyə çımxırdı. Onun halının pisləşəcəyindən təlaşlanan Aysun əl-ayağa düşdü. Yaxşı, sən canın, əsəbləşmə, bu saat taksi saxlayaram. Parkın kənarından keçən bir taksini saxlayıb məhəlləyə sürdürdülər. Maşından enəndə qız nişanlısını evlərinə qədər aparmaq istəyirdi. Amma o buna etiraz edərək, sən get öz evinizə, dedi. Evə qalxan kimi paltarını dəyişib çarpayısına uzandı və axırları necə olacaq deyə fikirləşməyə başladı. O, bütün gücü ilə çalışıb çapalayırdı ki, Eltran sağalsın, münasibətləri yoluna düşsün. Parka gəzməyə çıxmağı da o təklif etdi, amma nəticəsi ürəkaçan olmadı. Bütün bunların axırı nə ilə bitəcəkdi? Onun üzü nə zaman güləcəkdi? Telefonuna Eltrana mesaj gəldi. 2 həftə bundan əvvəl gecə Fəridlə hardan gəlirdiniz?
Mesajdakı səhvlərin çoxluğu nişanlısının əsəbi vəziyyəti olduğunu göstərirdi. Həyəcandan bədəni uçunmağa başladı. Bu saat harda xəbər tutdu? Kim xəbər verdi ona? Elturan cavab gözləyirdi. Yazmağa məcbur idi və yazdı. Onu kim dedi? Nə dəxli var kim dedi? Hardan gəlirdiniz? Etiraf eləməkdən başqa çarəsi yox idi. Əli əsə-əsə yazdı. Fərid Güneli teatra dəvət etmişdi. O da yalvardı ki, onu tək qoymayım. Birlikdə getdik. Yalan demə. O əclaf Fəridlə ikiniz olmuşsunuz. Maşından düşəndə görüblər sizi. Hə, Zara deyibmiş. Fahişədən bundan artıq nə gözləmək olardı ki? Gərginləşən vəziyyəti yumuşatmağa çalışdı. Günel özünü pis hiss etdiyi üçün tez qayıtmışdı. Elturan nəsə yazır, o isə ürək çırpıntısı ilə gözləyirdi. Nəhayət, səhvlərlə dolu növbəti əsəbi mesaj gəlib çıxdı. Sən məni gicbəsər yerinə qoymusan? Deməli, belə işlərin də varmış sənin. Daha məni istəmirsən, hə? İstəməzsən də şikəstəm, başım xarabdır, pulum, maşınım yoxdur. Nəyimi istəyəcəksən? Amma səni heç belə bilməzdim. Yalandan mələk cildinə girmisənmişsən. Yaxşı da elə danışırsan, sanki əxlaqsızlıq eləmişəm. Eləmirsən də, eləmirsən. Nişanlı qız gecə vaxtı yad oğlanın maşınında gəzir. Buna başqa nə ad vermək olar? Aysun indi qorxudan yox, əsəbdən titrəyirdi. Sən mənə əxlaqsız deyirsən? Bəli, deyirəm. Eltran bunu yazıb WhatsAppdan çıxdı. İndi yəqin ki, evdə əlinə keçəni dağıdıb tökürdü. Amma Aysunun indiki halı heç də ondan geri qalmazdı. Bütün gücü ilə bağırmaq istəyirdi və bağırdı da. Əclaf, vicdansız, nankor. Anası o bir otaqdan kisəsinə gəldi. Nə olub ay qız, kiminləsən? Az qala dəli olmaq dərəcəsinə gəlmişdi. Gicin biri gic, başdan xarab, deyə daha bərkdən çığırıb iki əli ilə başına vurdu. Kül mənim başıma. Mən bunun üçün çalışıram, günümü qara eləyirəm. Bunun mənə dediyi sözə bax. Əxlaqsız sənin anandır, bacındır. Yox, mənə bu da azdır. Kül olsun mənim başıma. Məsələnin nə yerdə olduğunu anlayan anası da qəzəblənib özündən çıxdı. Əlbəttə kül sənin başına. Sənə neçə dəfə dedim ondan adam olmayacaq. Dedim ya demədim. Özünü yırtıb tökürdün ki, o sarsağı sevirsən. Al, bu da sənin sevginə verdiyi qiymət. Utanmır, ölmür, heç olmasa öz ayıbına kör olub dilini din saxlaya. Qabyuyan Mehbarənin, içib görbagör olan Niyazın oğlundan nə gözləyirdin sən? Onun üstünə gəlib əlini qabağa uzatdı. Çıxart ver o üzüyü. Ver dedim sənə itin balası, ver. Aparım soxum Mehbarənin gözünə. Başqa vaxt olsaydı, Aysun anasını sakitləşdirməyə çalışar ya da onunla dalaşar da. Amma indi dedikləri ilə razı idi. Nişan üzüyünü barmağından çıxarıb onun ovucuna bastı. Al, mən daha istəmirəm bunu. Üzüyü ovucunda görən anası birdən-birə sakitləşdi və ona heç nə demədən otağı tərk etdi. Bircə dəqiqə sonra Aysun etdiyi hərəkətin fərqinə varıb peşman oldu. Gör mən nə etdim? Elturanın nişanını geri qaytardım. Düşünüb yataqdan sıçrayaraq o biri otağa yüyürdü. Anası otaqda yox idi. Pəncərədən həyətə boylandı. Qadın burada da görünmürdü. Geri qayıdıb üzü qoylu yatağına uzandı. Bu zaman onun yanıqlı hönkürtüsü həyətdə də eşidilirmiş. 23-cü fəsil. Bir sevgi hekayəsinin sonu. Sən də rədd ol başımdan. Sənin o qeyrətsiz Fəridin də. Hamınız cəhənnəm olun deyə qəzəblə beynindən keçən Elturan telefonu söndürüb divanın üstünə atdı. Ülvi ilə Nəzrin televizorda Qurtlar Vadisi serialını izləyirdilər. Uzun fasilədən sonra Türkiyə kanallarından biri bu məşhur serialı təkrar yayımlamağa başlamışdı. Anası axşama nəsə xörək bişirirdi. İçində bütün dünyayı, hətta dünyanı belə vəfasız, ədalətsiz yaradan Allaha qarşı üsyan alovlanırdı. Amma maraqlı idi ki, onu özündən çıxarıb dəli eləyən Aysunun xəyanətkar hərəkəti olsa da, qızı qınamırdı. Qınamaq istəsə də qınaya bilmirdi, özünü əsəbləşirdi. Özünü bu hala salan taleyinə, müharibə törədənlərə, torpaqlarını xaincəsinə işğal edənlərə əsəbləşirdi. Həyətdən Nahidə arvadın acıqlı səsi eşidildi.
Mehbarə, ay Mehbarə, bir həyətə çıx görüm. Anası işini yarımçıq qoyub həyətə indi. Nəsə danışırdılar. Amma televizorun səsi onları eşitməyə mane olurdu. Yəqin Aysun Elturanın mesajda yazdıqlarını anasına demiş, o da gələcək qudasından haqq hesab soruşmağa gəlmişdi. Sanki yuxuda idi. Qəfil silkələyib ayıltdılar. O yazdığı son mesajında Aysun'u təhqir etdi. Bəli, öz sevgilisini, nişanlısını, doğma Aysun'unu açıq-aydın əxlaqsız adlandırdı. Yəni onun beyni bu qədər mi korlanmışdı? Yəni o bu qədərmi beyinsiz, axmaq, hətta şərəfsiz birinə çevrilmişdi? Yəni bu o idimi? Ağlına, qeyrətinə, mənliyinə çoxlarının qibtə etdiyi Elturan idimi öz nişanlısını haqsız yerə əxlaqsız adlandıran? Qayıdıb evə çıxan anasının halı heç özündə deyildi. Hətta xəstə adamlar kimi yeriyirdi. Elturana bircə anlıq zillənən baxışlarında qınaq və tənə oxunurdu. Deyəsən nəsə demək istədi, amma tez də fikrindən daşınıb üzünü çevirdi. Qaz sobasının üstünə qoyduğu xörək qazanına baxdı. Sonra dönüb yataq otağına getdi. Mən nə etdim? Necə böyük qələt elədim, düşünən Elturanın halı pisləşməyə başlamışdı. Hətta hər dəfə güclü stres keçirəndə olduğu kimi beynində yenə dəhşətli ağrı və həmin qorxunc uğultu vardı. Meşədəki partlayışdan yadigar qalmış bu zəhlətökən uğultu elə müharibənin öz səsi idi. Elturanın beyninə düşmüşdü və xeyli vaxtdır müharibə bitsə də onu tərk edib getmək istəmirdi. Uğultunu kəsmək üçün hər iki əlini qaldırıb bütün gücü ilə başına vurdu. Sonra yenə ülü üz-gözünü narazılıqla qarışdıraraq stuldan qalxdı. Onun qollarından tutub saxlamağa çalışdı. Yenə nə oldu sənə? Nəzrin anasını çağırdı. Gözləri ağlamaqdan qızarmış qadın bir qədər gec gəldi və oğlunun halını görəndə tez həkim çağırın dedi. Həkim niyə? Ülvi təəccübləndi. Aysun evdə olmalıdır. Çağırım gəlib sakitləşdirici iynə vursun. Hə, mən bu saat ona zəng edim, Nəzrin dedi. Elturan qardaşını bütün gücü ilə kənara itələyərək bu dəfə başını divara vurmağa başlamışdı. Anası irəli gəlib onu güclə divardan ayırdı. Allah öldürsün məni, öldürsün ki, bu dərddən qurtarım deyə başını Nəzrinə çevirdi. Ona zəng vurma, həkim çağırın dedim, tez olun. Bunu elə amiranə tonda çığırmışdı ki, özünü itirən Nəzrin dərhal təcili tibbi yardıma zəng vuraraq qazinin halı pisləşib, tez gəlin dedi. Ambulans tez də gəldi. Ona baxıb başını təəccüblə bulayan həkim tibb bacısına tapşırdı ki, sakitləşdirici iynə vursun və yarım saat sonra Elturan yuxuya getdi. Ayılanda gecə yeni başlamışdı. Ailə üzvləri hələ oyaq idilər. Televizora baxan Nəzrinin arxa otağa keçərək ayıldı deməsini eşitdi. Sonra oradan pıçıltılı səsləri gəlməyə başladı. Deməyəcəksən, Nəzrinin səsi idi. Yox, sabah deyərəm, indi gecə vaxtı yenə halı pisləşər, anası cavab verdi. Əksinə, qız etiraz etdi. İynənin təsiri hələ keçməyib, indi daha rahat qarşılaya bilər. Hə, məncə də, Ülvinin səsi gəldi. Mən axı bunu ona necə deyəcəm? Bu da anasının dərdli səsi idi. Ver onu bura, mən deyəcəm. Nəzrin anasından nəyisə almaq istəyirdi. Elturan narahat oldu. Görəsən nə baş vermişdi? Ona nə kimi bədxəbər verəcəkdilər? Bacısı otağa daxil olub divana yaxınlaşdı və əlindəki üzüyü ona göstərərək Aysun nişan üzüyünü qaytarıb dedi. Yatağında dikəlmiş Elturan qızı key nəzərlərlə xeyli süzüb handan-hana dillənə bildi. Necə yəni? Yəni qızı təhqir etmirsən, əxlaqsız demirsən, o da nişanı geri qaytarıb. Sən niyə belə etdin axı? Yazıq qız nə eləyib ki, onu belə ağır təhqir edirsən? Nəzrin, bəsdir, kəs səsini. Ülvi ilə birlikdə otağa gələn anası qızına təpinib üzünü oğluna tutdu. Sən də nə əsəbləş, nə də ürəyinə sal bunu. Evlənsəniz də yola getməyəcəydin onunla. Özünə uyğun birini taparıq evlənərsən. Anasının əlinin sərt hərəkəti ilə susturaraq başını yenidən yastığa qoydu. Gözlərini tavana zilləyib durmuşdu. Anası, Ülvi və Nəzrin ayaq üstə heykəl kimi dayanıb ona baxırdılar.
Bir qədər sonra yəqin ki, anasının işarəsi ilə işığı söndürüb arxa otağa keçdilər. Deməli, Aysun onun nişanını qaytardı. İstəmədi onu. Bir vaxt sənin quru nəfəsin mənə bəsdir deyən nişanlısı onu atdı. Bu belə də olmalı idi. Elə bir gözəl qız özünü onun kimi dəlinin, şikəstin yolunda çürütməyəcəkdi ki, o bunu çoxdan gözləyirdi. Aysun onu bu halında qəbul etməsinə inana bilmədiyi üçün gözləyirdi. Hansı qız istəməz ki, evlənəcəyi oğlan sağlam, yaraşıqlı, ağlı başında olsun? Belə sakit olmağını özü də təəccüb edirdi. Bilmirdi, bu bir neçə saat əvvəl vurulmuş iynənin təsirindəndir, yoxsa aldığı zərbənin ağırlığından. Ancaq deyəsən, ikinci daha ağla batan idi. Çünki bəd xəbəri eşidəndən sonra bütün bədəni gücdən düşmüşdü. Başdan ayağa tər içində idi. Bu infarktın əlaməti ola bilərdimi görəsən? Beləcə, alaqaranlıq otaqda bir saata yaxın gözlərini tavana zilləyib qaldı. Sonra anası otağa girdi. Cəsarətini toplayıb asta addımlarla ona yaxınlaşdı. Axşama heç nə yemədin. Bir şey istəmirsən ki? Bu saat dostu ilə dərləşməkdən başqa heç nə istəmirdi. Başını anasına çevirib, Mahiri çağırın dedi. Mahiri? Anası dəhşətlə səslənib, qeyri-ixtiyari olaraq əli ilə ağzını qapadı. Və elə bu an Eltran dostunun öldüyünü xatırlayıb birdən-birə uşaq kimi ağlamağa başladı. Oğlunu bu halında ovundura bilməyəcəyini anlayan anası yenidən arxa otağa çəkilmişdi. Mahir isə o gecə çağırılmadan gəldi. Qaranlıq otağa daxil olaraq gəlib düz yanında dayandı. Necəsən Eliş, deyə soruşdu. Yaxşı deyiləm Mahir, dedi və fərqinə vardı ki, birinci görüşlərində olduğu kimi yenə kəkələmir. Eynən müharibədən əvvəlki səlis, aydın səsi ilə danışa bilir. Nə olub? İnsanların münasibəti məni çox üzür, qardaş. Çoxu mənə müharibədən qalib qayıtmış qazi kimi yox, yazıq, zavallı bir əlil kimi baxır. Evdəkilər də tamam beziblər məndən. Üstəlik idarələrdə özümə qarşı haqsızlıq görəndə dözə bilmirəm. Sərt reaksiya verəndə də məni dəli hesab edirlər. Özümlə bacara bilmirəm, əsəbləşən kimi hər kəsə acılayıram. Sonra da həmin adamdan daha çox özüm peşmanlıq əzabı çəkirəm. Mahir başını kədərlə tərpətdi. Dərdin elə budursa boş ver. İnsanları dəyişə bilməzsən ki, onların anladıqları o qədərdir. Qaran adamlar isə yaxşı bilir ki, sən bir qəhrəman kimi hər kəsdən üstünsən. Yox, dərdin tək bu deyil, ah çəkdi. Aysun məni atdı, nişanı geri qaytardı. Həm də mənim günahım üzündən. Əsəbləşərək ona əxlaqsız dedim. Gör, mən nə qədər ağır psixi xəstəyəm, Mahir. Nədən əsəbləşmişdin? Dostu kövrək səslə soruşdu. Məndən xəbərsiz Fəridlə teatra getmişdi. Hə, o da düz iş görməyib, sən də. Mən bundan sonra necə yaşayacağım bilmirəm. Yaşayacaqsan. Sən müharibədə qəhrəmanlıq göstərmiş adamsan. Bunu da adlaya bilərsən. Həm də Aysun peşman olub qayıda bilər. Siz bir-birinizi həqiqətən sevirdiniz axı. Nə bilim, bəs qayıtmasa? Qayıtmaz, canın sağ olsun. Dünyada qız qəhətliyi deyil. Yadındadır, Türkan səni necə sevirdi? Həm də çox yaxşı qız idi. Elələri sədaqətli olurlar. Hə, yaxşı qız idi Türkan. Amma o mən əvvəllər sevirdi. İndi yəqin ki, könlündə başqası var. Məryəm necədir? Mahir birdən söhbəti dəyişdi. Yaxşıdır, sən niyə onun özü ilə söhbət etmirsən axı? İstəyirəm məni unudub öz həyatına davam etsin. O səni unutmayacaq. Bilmək olmaz, dünya namərd dünyadır, qardaş. Hə. Bura bax, Eliş, sən meşədə nişan qoyduğun o minanın yeri barədə kiməsə xəbər verdin? Yox hələ. Mahir tutuldu. Səndən heç gözləməzdim. Axı o hansısa dinc bir insanın faciəsinə səbəb ola bilər. Əsəbləşmə, qardaş, mütləq xəbər verəcəm. Mən gedirəm. Səni cənnətdə gözləyəcəm. Öz dünyamızda elə yaşa ki, öləndə cənnətə mənim yanıma gələ biləsən.
Hələ getmə, biraz söhbət edək dedi. Lakin dostu gəldiyi kimi sakitcə yoxa çıxmışdı. Mahir deyə çığırıb ayılanda bədəninin yenə tər içində olduğunu gördü. Ertəsi gün gündüz evdə yalnız idi. Məryəm yanına gəldi. Nişan üzüyünün qaytarıldığını eşidib Aysun'a zəng vurmuş, yalnız bundan sonra ona baş çəkməyə gəlmişdi. Çox qüssəli görünürdü. Onun gəlişini uşaq kimi sevinən Elturan əyləşməsini xahiş etdi. Qız stol çəkib divana yaxın oturanda isə söhbətə ilk özü başladı. Kövrək bir səslə "Günah məndə oldu" dedi. "Yox, səndə heç bir günah yoxdur", Məryəm etiraz etdi. "Sən müharibədə beyin xəsarəti almısan, vəqqəti problemin var." O bunu anlayıb dözməli idi. "Yəni əslində onda da çox günah görmürəm" deyir. Anası üzüyü zorla alaraq gətirib. "Hə?" Elturanın içində az da olsa ümid oyandı. "Hə, mənə özü dedi. Mən də inanmıram ki, elə olub. Anası, bacısı, hətta atası onu çoxdan sıxışdırırdılar ki, nişanının qaytarılması üçün. O isə inad edirdi. Aysun səni sevir, mütləq peşman olub barışmağa çalışacaq. Tək elə olsun. O səni ürəkdən sevir, inan mənə. Səndən belə asanlıqla ayrıla bilməz." Elturan bu qızı özünə o qədər doğma bilirdi ki, hisslərini ondan gizlətməyə ehtiyac duymurdu. "Ancaq mən çox pisəm, Məryəm", dedi. "Vallahi hər şey yoluna düşəcək", Məryəm qayğıkeşliklə dilləndi. "Sadəcə sən özünə yaxşı bax. Yenidən pansionata getsən əla olar. Get 2 həftədə qal. Beynin dincəlsin. Özün deyirdin ki, orada qazilərə yaxşı xidmət göstərirlər. Mən də tez-tez gəlib baş çəkərəm sənə." "Hə. İndi ki razısan, psixiatrınla danışaq, səni ora göndərsin." "Yaxşı. Sənin işlərin necədir?" "Pis deyil, şükür", qız gülümsədi və yanaqlarında eynən Mahirinki kimi çökəkliklər yarandı. "Bir tədris kursu məni qəbul edib, amma təzədir deyə hələ şagird yığılmayıb. Cəmi 3 şagirdim var. Bir də universitetə hazırlaşan bir qaziyə evdən onlayn dərs keçirəm. Pul götürmək istəmədim, eləcə havayı məşğul oluram qazi olduğu üçün. Amma yaxşı tədris kursu tapana kimi axtarışı davam etdirəcəm." Elturan istədi bu gecə Mahirin yuxusuna gəldiyini, onunla söhbət etdiyini desin, amma fikrindən daşındı. Qorxdu ki, Məryəm öz yuxusuna indiyə kimi bir dəfə də gəlməmiş nişanlısının onu unutduğunu düşünüb kədərlənər. Qız biraz da oturub anasından, kəndlərindən danışdı və qalxıb gedəndə təkrar xahiş etdi ki, reabilitasiya pansionatına getməyi unutmasın. Onun gəlişi itmək üzrə olan ümidlərini geri qaytarmışdı. Psixiatrına zəng vurub yenidən Şağandakı pansionata getmək istədiyini bildirdi və o da dedi ki, uzağı 2-3 günə bunu həll edəcək. Axşam isə Rəşad gəldi yanına. Anası və Ülvi oğlanı heç də xoş qarşılamadılar. Nəzrin isə içəri dəvət edərək altına stol çəkdi. Divana yaxın oturaraq əllərini dizlərinin üstünə qoymuş Rəşad yaman pərt görünür, söhbətə hardan başlayacağını bilmirdi. Nəhayət çətinliklə də olsa dilləndi. "Elturan, mən mamamın gətirib üzüyü qaytardığını işdən gələndən sonra bildim. İnan ki, dəli oldum. Ağzıma gələni dedim Aysun'a. Dedim, axı sən belə deyildin, sənə nə oldu? İnsafla deyəndə o da peşman kimi görünür. Heç nə demir, elə ağlayır. Mən də gəldim deyim ki, lap Aysunla münasibətiniz bitsə də mən yenə dostunam. Nə işin olsa çəkinmədən deyə bilərsən. Əlimdə neçə vacib iş olsa atıb gələrəm." Elturan düşündü ki, Rəşad əslində onunla Aysunun deyil, özünün Nəzrinlə olan sevgi əlaqəsinin hayındadır. Qorxur ki, 2 ailə arasında münasibətlərə korlanar və Elturan bacısına onunla görüşməyə qadağan edər. Ancaq o özü də Rəşadla dostluğunu pozmaq fikrində deyildi. Bir də ki, hələ heç nə tam bitməmişdi. Məryəmin dediyi kimi, Aysun biraz sonra peşman olub geri qayıda bilərdi. "Sən mənim dostumsan" dedi. "Bilirəm ki, pisliyimi istəməzsən." "Əlbəttə istəmərəm", Rəşad bir qədər dirçəldi. "Aysun münasib məsələsində də mən həmişə sənin tərəfində olmuşam.
Yenə əlimdən gələni edəcəm ki, tezliklə barışasınız. Buna arxayın ola bilərsən. Çox sağ ol. Rəşadın gəlişi Elturana heç də Məryəmin xoş sözlərindən az ümid vermədi. Artıq bütün iradəsi ilə özünü inandırmağa çalışırdı ki, bu dəfə Şağandakı pansionatdan səhhəti xeyli düzəlmiş halda qayıdacaq və o vaxta kimi Aysun da düşünüb daşınıb barışığa gələcək.